izləyicilər, bir daha xoş gördük. Bugün biz sizə Avropanın siyasi xəritəsində yer almış dövlətlərin, məxsusən də aparıcı dövlətlər olan İspaniya, İngiltərə, Fransa, Almaniya, İngiltərə və yaxud da Böyük Britaniya, Rusiya və sair dövlətləri və bunların tarixi ilə bağlı olan ərazilərin xəritədə necə asanlıqla müəyyən edilməsini məhz izah etməyə çalışacağıq. Siz də məhz kanalımıza abunə olmaqla məhz bu cür videoları əldə edərək məhz müəyyən üstünlük əldə edə bilərsiniz. Bilirsiniz ki, artıq may ayının 25 tarixinə qısa müddət qalmışdır ki, yəni bu tarixdə 2-ci və 3-cü qruplar üzrə blok imtahanı keçiriləcəkdir ki, məhz bu qruplarda da əsas sual tiplərindən biri də məhz xəritə suallardır. Xəritələrin üzərində dövlətləri asan müəyyən etməyin yollarını məhz bugünkü videomuzda izah etməyə çalışacağıq. Deməli, gördüyünüz kimi Avropanın xəritəsi əsasən bizim bugünkü mövzumuzun mərkəzində Avropa durur. Avropanın böyük dövlətləri ki var, məsələn İspaniya, Fransa, Almaniya, İtaliya, İngiltərə və Rusiyanı da məhz Avropa dövləti kimi götürərək qərb hissəsi düşür Avropaya. Məhz bu dövlətlərin necə müəyyən olunmasını biz göstərməyə çalışacağıq. Məsələn, gəlirik ilk öncə bilirsiniz ki, yəni Piriney yarımadasıdır ki bu, bunu Cəbələt Tarix boğazı Afrikadan, məxsusən Mərakeşdən ayırır. Bu ərazinin təyin olunmasının əsas yolu bilirsiniz ki, bu dövlətlər ilk öncə rekonqist hərəkatının gedişində 11-15-ci əsrlərdə klassik feodalizm dövründə meydana gəlmişdir. Bu dövlətlər Piriney yarımadasında, bu Avropanın cənub-qərb ucqar nöqtəsi Piriney yarımadası adlanır. Burada iki Avropanın dövləti, məxsusən də coğrafi kəşflərdə müstəmləkə işğalları ilə məşğul olan ilk dövlət olaraq Portuqaliya, sonra da məhz İspaniyanı məhz burada yerləşir və bunların asan müəyyən edilməsi yolu məhz cənub-qərb nöqtəsində, məhz Piriney yarımadasında yerləşir. Böyük ərazi İspaniyada, kiçik ərazi isə Portuqaliyada. İkinci haqqında danışacağımız Avropanın aparıcı dövləti, müasir dövrdə də əsas güc mərkəzlərindən biri olan BMT Təhlükəsizlik Şurasının əsas 5 daimi üzvündən biri olan Fransadır ki, Fransa qədimdə Qalliya adlanırdı. Yəni Roma İmperiyası dövründə və ya da qədim Roma dövründə, müasir dövründə isə bu ərazi Fransa adlanır. Fransa müəyyən edilməsinin asan yolu İspaniyanın və ya da Piriney yarımadasının şimalında yerləşən bir ərazidir ki, məhz bu çıxıntılı hissə ilə və Pirineyin şimalı ilə bu ərazini göz yadda saxlaya bilərik. Digər mövqedən yanaşsaq isə gördüyünüz İngiltərədir ki, ada dövlətdir. Onun cənubunda məhz Fransa yerləşir. Bu iki dövləti bir-birindən Lamanış boğazı ayırır. Məhz bu gördüyünüz ərazi Fransadır. Üçüncü haqqında danışacağımız Avropa dövləti Britaniyadır. Bu əsasən siyasi məhfumdaşma başlayıb 1707-ci Şotlandiya ilə İngiltərə arasında birlik sazişi imzalanandan sonra bu ərazi ada mövqeyinə görə birinci təyin edə bilərik. İkinci də Fransanın şimalında yerləşən məhz ərazi İngiltərə və ya da Böyük Britaniyadır. Həm də tarixdə bunu Azad dünyanın son qalası da adlandırıblar. Məxsusən bu məhfum 2-ci Dünya müharibəsi, 1939-45-ci illər dövründə meydana gəlmiş məhz bir ifadə olmuşdur. Dördüncü haqqında danışacağımız aparıcı Avropa dövləti Almaniyadır. Almaniya təyin edilməsinin bir neçə istiqamətdən yanaşa bilərik. Birinci gördüyünüz Polşanın qərbində yerləşir. Bu çıxıntı dar, yuxarı hissə çıxan uzun sov ərazini Danimarkadır ki, Danimarkanın cənubuna görə təyin edə bilərik Almaniyanı. Digər tərəfdən İtaliyadır ki, onun şimalına görə məhz bu böyük ərazini təyin edə bilərik. Digər tərəfdən də Fransanın şərqində olaraq məhz Almaniyanı təyin edə bilərik. Bir daha qeyd edək. Fransanın şərqini, Danimarkanın cənubunu, Polşanın qərbini, İtaliyanın şimalını düşünərək, yadda saxlayaraq məhz Almaniya kimi təsvir edə bilərik. Almaniya 843-cü ildə Fransa ilə, İtaliya ilə birlikdə yaranıb krallıq olaraq 1871-ci ildə Vahidalla birləşdirilib. İkinci Dünya müharibəsi nəticəsində bölünsə də 1989-90-cı illərdə Berlin səddinin dağıdılması ilə yenidən Vahidalla birləşdirib ki, yəni 1871-1989-90-cı illərə oxşar cəhət ki, Almaniyanın Vahidalla birləşdirilməsi oxşar cəhət kimi götürə bilərik. Beşinci haqqında danışacağımız Avropa dövləti, dünyanın ilk respublikasının yarandığı yəni qədim Roma dövləti və yaxud da Apennin yarımadası olaraq təsvir olunan İtaliya ərazisidir ki, müasir dövrdə. İtaliya sözünün hərfi mənası buz olaraq kəsdirmədi. Yunanlar məhz bunu bu cür adlandırmışdılar. Məhz bu ərazini bir neçə istiqamətdən təyin edə bilərik. Birinci növbədə uzun, dar ərazidir. İkinci növbədə isə İspaniya ilə Balkan yarımadası, yəni Piriney yarımadası ilə Balkan yarımadası arasında olan orta hissədə məhz
İtaliya yerləşməkdədir. Eyni zamanda Almaniyanın cənubunda bunu təyin edə bilərik. Bu gördüyünüz kiçik ərazilərə gəldikdə isə bunlar Siciliya, Sardinya, Korsika adaları ki, məhz Pun müharibəsi ilə bağlı olan adalar ki, məhz qədim Roma Respublikası dövründə bu ərazilər işğal edilmişdir. Növbəti Avropanın ərazisinə görə böyük dövlətlərindən sadalasaq, Polşanı qeyd edə bilərik. Polşa, Ukrayna və Belarusiyanın qərbində, Almaniyanın şərqində, şimaldan isə bu ərazinin məhz Baltik dənizi əhatə etməkdədir. Yenə də vurğulayırıq ki, Almaniyanın şərqində, Belarusiya və Ukraynanın qərbində yerləşən məhz Avropanın ərazisinə böyük dövlətlərdən olan məhz Polşa yerləşir. Məhz İkinci Dünya müharibəsində Almaniyanın Polşaya hücum etməsi ilə başlamış, Yaponiyanın təslim olması ilə başa çatmışdır. Növbəti Avropanın və dünyanın hal-hazırda ən böyük ərazisində dövləti olan Rusiyadır ki, Rusiya gördüyünüz kimi Ukraynanın şimalında, Qara dənizin şimal sahillərində, hətta Azərbaycanın da şimalında yerləşir. Qərbdən cüzi bir ərazi olan Baltik dənizində, yəni çıxışı əldə edə bilib, yəni hal-hazırda çıxışı var. Məhz bu əraziyə Belarusiyanın, Ukraynanın şimal şərqində olan bu böyük ərazi məhz Rusiyadır ki, hal-hazırda məhz Ukrayna ilə hərbi münaqişə yaşayır. Bu da ki, Krım yarımadasıdır ki, məhz bu ərazi uğrunda 1787-91, 1806-12-ci illər Osmanlı-Rusiya müharibələri, indi də məhz Ukrayna ilə məhz Krım üstündə, Krım uğrunda məhz müharibə aparılır. Gördüyünüz bu ərazi məhz Krımdır, bu Azov dənizidir, bu isə Qara dənizdir. Rusiya 1774-cü ildə ilk dəfə bu dənizə çıxış əldə edib. Kiçik Qanevca sülhü ilə 1791-ci ildə yaz sülhü ilə qəti olaraq bu dənizin sahilində möhkəmlənmişdir. Avropanın 14-cü əsrdən başlayaraq siyasi həyatında məhz Osmanlı adı ilə mühüm rol oynayan ərazi məhz gördüyünüz Anadolu, Kiçik Asiya, indi müasir Türkiyədir ki, bu dövlət də məhz Avropanın siyasi həyatında mühüm rol oynayan dövlətlərdən biri olmuşdur. İndi isə onun Avropada yalnız İstanbul adlanan hissəsi yerləşir. Ən böyük hissəsi isə məhz Kiçik Asiya və Anadolu adlanan ərazidədir. Onun cənubunda isə Suriya, Livan, İraq və Fələstin dövlətləri və yaxud əraziləri yerləşməkdədir. Bu ərazi isə qədimdə də Yunanistan, müasirdə də Yunanistan adlanır. Xüsusən testlərə düşür ki, Birinci və ikinci Balkan müharibələrində iştirak etmiş dövlətlər dedikdə, məhz bilirsiniz ki, Yunanistan, Serbiya, Çernogoriya və Bolqaristandan ibarət Balkan İttifaqı Osmanlıya qarşı vuruşdu. Osmanlı 1912-13-cü illərdə Osmanlı məğlub oldu. Osmanlı İstanbuldan başqa bütün Avropadakı torpaqları itirmişdi. Amma Makedoniya üstündə Yunanistanla Bolqaristan arasında münaqişənin başlamasından istifadə edən gənc türklər Ədirnə və ətrafındakı torpaqları geri qaytara bildilər. Bu da 2-ci Balkan müharibəsində 1913-cü ilə təsadüf etmişdir. 1-ci Balkan müharibəsi London sülhü ilə, 2-ci Balkan müharibəsi Buxarest sülhü ilə başa çatmışdır. Balkan müharibələrinin nəticəsində məhz o zamanki Osmanlı adlanan bu dövlətin Avropadakı siyasi hakimiyyəti başa çatmışdır. Bu gördüyünüz ərazi Çexiyadır. Məhz 1939-cu il Almaniya bu ərazini işğal etməklə Hitlerin rəhbərliyi altında ilk dəfə məhz faşist Almaniyası Almanların yaşamadığı ərazini ilk dəfə işğal etmiş olurdu. Digər ərazi gəlişdə, məhz Danimarka necə təyin edə bilərik? Bilirsiniz ki, bu dar ərazidir ki, məhz bu Danimarkadır. Norveç və Danimarkanı işğal edərək məhz faşist Almaniyası 1940-cı ildə öz şimal-qərb istiqamətində təhlükəsizliyi təmin etmişdi. Bu gördüyünüz Belçikadır ki, başı bəlalı Almaniya tərəfindən 2 dəfə hücuma məruz qalmışdı. 1914 və 1939-40-cı illərdə Almaniya tərəfindən hücuma məruz qalmışdı. Hər ikisində məhz Almaniya bu ərazini işğal etmişdi. Bura isə Niderland və ya Hollandiya ərazisi adlanmaqdadır. Bu dövlətlərdən, məsələn, Serbiya məhz 1878-ci il Berlin konqresinə görə Serbiya, Rumıniya və Çernogoriya tam müstəqillik əldə etmişdilər. Yunanistan isə Ədirnə sülhünə görə tam müstəqillik əldə edib, yəni 14-cü əsrdə Osmanlı tərəfindən işğal edilmişdilər. 1878-ci ildə Serbiya, Çernogoriya, Rumıniya, 1829-da isə Ədirnə sülhünə görə gördüyünüz bu Yunanistan müstəqillik əldə etmişdi. Bu gördüyünüz Krit adasıdır ki, Avropanın ilk sinifli cəmiyyəti eradan əvvəl 3-cü, 2-ci minilliklərdə bu adada mövcud olmuş. Eradan əvvəl 2-ci minillikdə adaya yaxın ərazidə vulkan püskürülməsi ilə Krit padşahlığı süqut etmişdir. Bu gördüyünüz ərazi Kipr adasıdır. Hal-hazırda bunun şimalında
Şimali Kipros Türk Cümhuriyyəti, cənubda isə Yunan mənşəli dövlət mövcuddur. Bu adanı Osmanlılar 2-ci Səlibin dövründə işğal ediblər. Bunu isə 17-ci əsrdə məxsusən Fazil Mustafa Paşanın vəziri olduğu dövrdə məhz Krit adası işğal olunmuşdur. Bu gördüyünüz ərazi isə qədimdə Karfagen, 5-ci əsrdə, yəni Alman dövlət, German tayfaları dövlət yaradarkən məhz Vandal krallığının yarandığı, müasir dövrdə isə Tunis ərazisidir ki, 2010-cu ildə Ərəb Bəhrı adlanan inqilab buradan başlamış, Liviyanı, Suriyanı, Misri və sair dövlətləri əhatə etmiş və faciəvi sonluqla nəticələnmişdir.